Əslində dünya ideal yaradılmışdı. Rəngləri, hərəkətləri, hər şey mükəmməldir. Şəffaf sular, yaşıl ağaclar, mavi buludlar günəş şüaları altında möhtəşəm görünürdü. Lakin bir gün qara buludlar gələr və sahibi olduğumuz bütün gözəlliklərdən məhrum edər. Bütün rənglər solar, günəş izlərini dəniz üzərindən silər. Hər şey bitər, amma o anda bir damla ümid bəs edər ki, biz dünyanı həyata qaytaraq. Biraz da biz uçan süpürgələrimizlə dünyanın başına fırladaq.